Qazi qardaşım üçün gəlsin. Bugünkü bayrama özəl gəlsin. Respublika gününə özəl. Bütün Azərbaycan xalqını təbrik edirik. Hər zaman möhkəm olaq, hər zaman bir olaq, hər zaman güclü olaq. Cəsarətinin heyranıyıq. Ali baş komandanın siyasətinin heyranıyıq. Düşməni yaman saldı çaş-başa Azərbaycan. Oba! Yaşa Azərbaycan, yaşa Azərbaycan. Birbaşa Azərbaycan. Eşey Azərbaycan bayraqları, eşq olsun patriot insanlara. Birbaşa Azərbaycan, yaşa Azərbaycan. Amino. Paşık eşidir der, kod ver, dayan. Eşitsin Kenan. Kardeş Azerbaycan, yaşa Azerbaycan. Yaşa Azerbaycan, seni dünya tanıdı birbaşa Azerbaycan. Yaşa Azerbaycan. Ses ver bacım. Məncə səsi tonludur. Səs gücləndiriciyə qoşmuşam. Ova! Paşıqla sərhəddə olan Kənan. Sən bunu yaparsın oğlum. Sən bunu yaparsın. Vay vay vay. Eşq olsun Azərbaycan ordusuna. Ruhları şad olsun bütün şəhidlərimizin. Allah can sağlığı versin qazilərimizə, veteranlarımıza. Allah ordumuzu qorusun. Bəli. Yaşasın Azərbaycan xalqı. Sabaha ümidlə baxırıq, unutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən axı ayır məni. Səni saldı necə dağdan daşa Azərbaycan. Yaşa Azərbaycan. Toboların da xoşuna gəlir, oynaşırlar. Düşmənlərimiz görür ki, mahnıda olan sözlər yazılıb da, heç bir abartma yoxdur. Az deyilir hələ, çoxu deyilməyib. Salam Gəncə gözəli, sevirəm də bu qızı. Ay Allah da sizi sevsin. Təşəkkür edirəm. Bir dənə gülləsin atmır boşa Azərbaycan. Yaşa Azərbaycan. Yaşasın Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Can Azərbaycan. Yaşa hər zaman. Özüm ölüm hamı oynayır, ay maşallah, tək oynasınlar. Hərbi hissədə olan bütün hərbiçilərimizə gəlsin bizdən, əskərlərimizə gəlsin. O bayrağı yüksəkdə tutan bütün oğlanlarımıza gəlsin. Var olasın. Allah qorusun hər birinizi. Nə gözəl 20% torpağını qaytardın. Vətənpərvər bacım Sevacan. Can Qazi qardaşım, var olun. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Bir insanın insanlığını ölçmək istəyirsinizsə, onun vətənini nə qədər sevdiyinə baxın. Çünki vətən namus deməkdir. Namusunu sevməyən, namusunu güdməyən, namusunu qorumayan mənə elə gəlir əsl insan ola bilməz. Əsas vətəninizi sevin. Sonra, başqa şeylər sonra gəlir. Allah qorusun.